Azərbaycan mətbəxi albalı plov. Bugün mənim qızım aş hazırlayıb, albalı, toyuqlu aş. Müsabiqə keçir qrupda. Azərbaycanska kuxnya не только, deməli Facebook qrupudur. Orada uşaqlar iştirak edirlər 18 yaşınacan. Mənim də qızımın 18 yaşı var. Xahiş etdim ki, o da iştirak eləsin. Çünki oğlum istəmədi. Demək istəyirəm ki, birinci dəfədir hazırlayıb. Çox da qəşəng çıxıb. Toyuğu doğrayıb, qoyub soyuducuya, axşam duz istiot səpib, soğanla birlikdə mən öyrətmişəm də onu. İndi burada qazmaq hazırlayır. 2 dənə yumurta, duzla. Sonra 3 qaşıq xama qatdı, qaçdırır. Burada soğan qızardır. Sonra toyuğu əlavə etdi. Deməli, belə toyuğu əlavə edir. Bu qrupun adı da duz istiot. Belə qızarır, qapaqla örtür. İndi bura deməli, bura qatmışdı. Un qatdı, duz. Burada indi un qatır. Hardasa 1 stakan yarım. Deyir ki, 1 stakan yarım un getdi. Bu belə xəmirə alınır, sarı kök qatmayıb. Deməli, su qoyub qaynamağa. 2 stakan düydən aş hazırlanıb. 3 çay qaşığı duz qatdı. Burada düyünü yuyur. Qoyur pişməyə. Burada deməli qazmaq üçün lavaş açır. Sonra belə formanı istədi. Formalar verir. Bu daha toyuq burada qızarır. Deməli yağı qızdırdı. Amma yağı az qatdı. Biraz qazmaq yanmışdı. Yağ az qatıb. Biraz parıldamır da. Sonra görürsünüz, süzülmüş düyünü üstünə tökür, süzür. Yağ belə elədi, üstünə belə qoydu. Və burada qızarmış toyuğun içinə zoğal pastasını qatdı. Biraz qızartdı, sonra albalı qatdı. 2-3 dəqiqə qızartdı. Toyuqlu albalı qızartma hazırdır. Görürsünüz necə yaxşı pişirdi. Çox xoşuma gəldi. Bu da aş. Deməli, mən dedim ona 30 dəqiqə gözlə. 28 dəqiqə keçdi. Gördük ki, yanıb. Yağı az qatmışdı ona görə. Amma birinci dəfə üçün çox əla pişirib.